Qaxda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan şahmat olimpiyadası başlayıb. 16 yaşa da yeniyetmələrin iştirak etdiyi turnirdə 45 şəhər və rayondan 500-ə yaxın şahmatçı qələbə uğrunda mübarizə aparır. Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Qaxda yeniyetmələrin olimpiyadası başlanıb. Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan turnirdə 45 şəhər və rayonlardan 500-ə yaxın gənc şahmatçı qələbə uğrunda mübarizə aparır. Bu çox populyar bir olimpiyadadır. Təsəvvür edir ki, hər il 500-dən az şahmatçı iştirak eləmir. Məmnuniyyətlə gözləyirlər. Özdə biz bunu çalışırıq ki, elə rayonda eləyək ki, uşaqlar həm istirahət eləsin valideynlərindən, həm də şahmat oynasınlar. Və eyni zamanda bu illərdə elə oldu ki, Ulu Öndərin 100 illiyi ilə əlaqədar Şahmat Federasiyası silsiləvi belə seanslar keçirilir. Respublikamızın bütün bölgələrində artıq bir neçə rayonlarda olubdur. İlin axırına kimi hələ bir neçə rayonda da olacaqdır. Bu illər keçirilən olimpiyadada inşallah biz yeni istedadların açılışının şahidi olacaq və bu da bizim Azərbaycanın şahmat gələcəyi olacaqdır. Hər il təşkil olunan şahmat turniri artıq ənənə halını alıb. Yarışların regionlarda keçirilməsi isə bölgələrdə şahmatın kütləviliyini artırır. Mənim 9 yaşım var. Mən şahmata 7 yaşımdan başlamışam. Məni şahmata həvəsləndirən atam olubdur. Şahmatda bir çox yarışlara getmişəm və orada da birinci ilə çıxmışam. Məsələn, Azərbaycan çempionatında. Və bunu da görüb mən bugün də Qax rayonunda birinci əldə etmək istəyirəm. Mən də uşaq olarkən, yəni belə seans görüşlərində iştirak etmişəm beynəlxalq qrossmeysterlərlə, beynəlxalq ustalarımızla, milli yığmamızın üzvləri ilə və bu seans yarışları mənə çox şey qazandırıb. Həqiqətən də bizim güclü qrossmeysterlərimizin oyun tərzini görmək, onlarla oynamaq şansı həqiqətən də mənə çox xeyri olubdur. Qeyd edək ki, gənc şahmatçılarla seansı dünya çempionları Gövhər Beydullayeva, Abdullah Qədimбəyli, beynəlxalq qrossmeysterlər Xanım Balacayeva və Türkan Məmmədiyarova, fide ustası Pərvanə İsmailova aparıblar.